soruşaram senden nigarana. Ömür ötür geçir, aram aram, hiç bilmirsen belki yoxum varam, yalnız seni soruşaram senden nigarana. Senden nigarana. Gelip herden düşer ya da herden düşer ya da o günler bir nağılsa da şirin bir nağılsa da bütün dünya dağılsa da dünya dağılsa da tekçe senden nigaranam, senden nigaranam. Ömür ötür geçir, aram aram, hiç bilmirsen belki yoxum varam, yalnız seni soruşaram senden nigaranam. Ömür ötür geçir, aram aram, hiç bilmirsen belki yoxum varam, yalnız seni soruşaram senden nigaranam. Ömür ötür geçir, aram aram, hiç bilmirsen belki yoxum varam, yalnız seni soruşaram senden nigaranam. Ömür ötür geçir, aram aram, hiç bilmirsen belki yoxum varam, yalnız seni soruşaram senden nigaranam. Senden nigaranam, senden nigaranam. Çox əlasan. Yaxşı ki, mən bu aranjmanda ilk dəfə belə bir şey. Sanata Suat! Ve finala kadar bizimle gelen Cavid. Ve hazırda sözü hiç de sanattan az nigaran olmayan, narahat olmayan onun ustadı Eldar'a verirəm. Eldar, buyurun bugünkü çıxışlarıyla bağlı sanatın, danışın, ürəyinizi boşaldın. Mən deməzdim ki, nigaranam. Mən sanatdan çox əminəm. Sanat bugün 3 fərqli çıxış göstərdi. Və düşünürəm ki, bugün sanatın çıxışlarının ən gözəli budur. Və bu çox qəribədir, çünki ana dilində yox, Azərbaycan dilində, Azərbaycan torpağında gözəl bir əsəri tam başqa şəkildə və düşünürəm ki, ən gözəl şəkildə çatdırdı. Mən həmişə istəyirdim ki, bu mahnı belə həzin aranjmanda təqdim olunsun və mən çox şadam ki, Sanat səndə və Orient Express'də bu çox gözəl alındı. Mən əminəm ki, səni Azərbaycan xalqı sevdi və sən bir Qazax qızı olaraq öz ifalarınla, öz səhnə mədəniyyətinlə özünü və sənətini, yaradıcılığını sevdirə bildin bizim tamaşaçılarımıza. Amma deyim ki, səni nəinki Azərbaycan... Biz sənə səs verəcəyik, sən də bizə səs ver. Səni nəinki Azərbaycan xalqı,
dəstəkləyir, sevir və səni əlbəttə ki, öz xalqın, Qazaxıstan xalqın çox dəstəkləyir və əziz dostlar, mən sizə demək istəyirəm ki, hal-hazırda auditoriyada zalda bizimlə Qazaxıstan Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri var. Zəhmət olmasa alqışlayaq. Çox təşəkkür eləyirik sizə dəstəyinizə görə. Mən əminəm ki, sizi və bütün Qazaxıstan xalqını başı uca elədi. Məhz bu ifa ilə, xüsusilə də Azərbaycan dilində olsa da. Mən səninlə fəxr eləyirəm. Mən çox şadam ki, sən bu yolu mənimlə başlamaq və davam eləmək istədin. Mən bunun üçün sənə təşəkkürümü bildirmək istəyirəm. Çok sağ olun. Mən dediyim kimi, mən çox əminəm. Əminəm ki, insanlar, tamaşaçılar səni layiqincə dəstəkləyəcəklər, qiymətləndirəcəklər. Dostlar, əziz tamaşaçılar, mən çox istəyirəm ki, çox deməyəcəm, mən sadəcə çox istəyirəm ki, sanatın səsinə və səhnə yanğısına səs verəsiniz. Çok sağ olun. Sanat. Eldar bir dəfə qalib ustad o dadını, həzzini yaşaya bilib. İndi görək bu dəfə sizinlə şounun sonunda nə eləyəcək? Onu öyrənəndə, onu bilmək istəyəndə, nəticələri elan eləyəndə sizi yenidən səsləyəcək səhnəyə. Hələlik çox sağ olun. Çok sağ olun.